Salman gəldi Həzrət Zəhranın evinə. Gördü ki, evdədir 4 uşaq. Yaşayışları da çətin idi. Evin böyük hissəsində heç həsir də yox idi. Ev elə torpağın üstündə oturardılar. Gördü ki, xanım Zəhra 4 uşağa baxır, əl dəyirmanına da iş görür, dəyirmanı tərpədir, çörək düyünü, üzr istəyirəm, buğdanı üyüdür. Baxdı, gördü ki, Həzrət Zəhra getdi uşağa baxmağa. Gördü ki, dəyirman öz-özünə işləyir, fırlanır. Gəldi, dedi, ya Rasulallah, Fatiməni belə bir vəziyyətdə gördüm. Həzrət Peyğəmbər dedi ki, bəli, Fatimə yorulanda mələklər onun əvəzindən ev işlərini görürlər. Mələklər ona kömək eləyir. Çox nurani evlər var idi. Çox nurani yaşayışlar var idi. İmam Həsənlə İmam Hüseyin deyir ki, 3 dəfə anamız evdən nur saçardı. 3 dəfə gündə evə nuru yayılardı. O qədər nurani idi. Peyğəmbər sallavatullahdan sonra Cəbrail yerə enirdi Fatiməni ziyarət eləmək səbəbilə. Gəlib o evi ziyarət edib gedirdi. Evdə çox mehriban idilər. Uşaqlarına deməzdi, Hüseyn gəl bura, deməzdi. Deyərdi, ya səmərətə fuadi və qurrətə ayni iləyyə, ey ürəyimin meyvəsi, ey gözümün nuru, gəl yanıma. Belə danışardılar bir-birinə ev əhli. Əhli beyti özünə nümunə bilən ailədə hamının səsi ucalanda bu düz deyil. Belə rəftar eləyərdilər bir-birinə. Kaş orada yaşayardıq, xanım Zəhranın qonşuluğunda olsaydıq, yəqin ki, tez-tez evin xanımlarını göndərərdi ki, gedin, xanım Zəhraya kömək eləyir. Mən baxıram, bəziləri öz ağlayırsınız, mən yaxşı sözlər danışıram da, düzdür. Gözəlliyin də qəribə insanı ağlatmağı var. Amma bilirsiniz, bəlkə də niyə görə ağlayırsınız? Ona görə ağlayırsınız ki, sən deyirsən, biz gedərdik, ona kömək eləyərdik, uşaqlara baxsın. O xanım fəryad eləyib köməyə çağırdı, amma Mədinəlilər köməyə gəlmədi. Nə namərd cəmaat idi. Haqqı var idi xanım Zəhra desin ki, məni gecə dəfn elə. Qoy bunlardan heç biri mənim dəfnimdə iştirak eləməsin. Bunların ləyaqəti yoxdur. Mən sizə bir söz deyim, bəşəriyyətin hələ ləyaqəti yoxdur ya, xanım Zəhranın qəbrini tanısın. Hələ də biz bilmirik. Bəşəriyyət Həzrət Zəhradan məhrumdur hələ ki. Şükür Allah'ıma belə bir şəraitdə biz gəlib oturmuşuq xanım Zəhra məclisində. Çox şükür olsun.